Hədislərimizdə var, Mədinətul Həsənə var. Deyirlər, gözəl şəhər. Elə şəhər ola ki, deyir, orada xəyanət yoxdur, nifrət yoxdur, qəzəb yoxdur, orada təkəbbür yoxdur, məniyyət yoxdur, fədakarlıq var, isar var, anlayış var, məhəbbət var. İmam Zaman gəlib o dünyanı quracaq. O dünya qurulmamışdan qabaq, gərək o qəlblər hazır olsun, o dünya qurulsun. Çünki insanın yüksəlişi qəlbindən baş verir. Qəlbi düz olan adam yüksələ bilər. Qəlb xarab oldu, insan üçün yüksəliş qapısı bağlanır. Gözümüz, qulağımız, dilimiz, bunlar bir dəhlizdir qəlbə daxil olmaq üçün. Şəxsi bir söz danışdım, heç bir əsası yoxdur, Allahın razılığı yoxdur. Şəxsi bir söz danışdım, qəlbə təsiri var o sözün. Diqqətsizlik bir söz nə edir? Diqqətsizlik axırda insanı Allahla düşmən edir.